deputat özün deputat kimi aparsa gələr məşğul ola varalığına. Hava yiyənlər də yığılıb ora. Neftin pulu onların canı. Yerde kalan küle dönür. Daha çağırsan biz de diyecek. İcra etmekten qabağında bizim artık vaxtımız yoxsa gidək deyənə olur. Böyle maraqlanacağını sıfatını görməm. Çünki maraqlanmağımız oynadırsın. Bizi kim tanış edilişi bilək. Gələdiyimiz 60 ildir bura belədir. Baxan yoxdur. Şirvan şəhər Çılpaqlıq qəsəbəsi Mirzəxan Qədirov küçəsinin sakinləri Media TV Azmedia qrupuna müraciət ediblər ki, onların mövcud problemini aidiyyatı qurumların nəzərinə çatdıraq. Qəsəbənin Mirzəxan Qədirov küçəsinin sakinlərini təqdim edirik. Dinləyək. Alev Rafael Nüsrətoğlu, bu Neftçilər küçəsində yaşayırıq, bu küçədə yaşayırıq. Bu küçəmizdə bizim yolumuz yaman gündədir, duruşumuz gəlmir. Palçıqlı su vururuq, çənlərdir, həftə ilə palçıqlı su axır. Sonra uşaqlarımız məktəbə gedib gələ bilmir, palçığın içində, suyun içində. Asfaltımız yaman gündədir, asfalt vurulub bura. Sağ tərəfə vurulub, sol tərəfə vurulub, asfalt burada yoxdur. Kanalizasiyamız yoxdur. Su hardan gəlir, hara edir yoxdur. Sonra işığımız küçə, gecə qaranlıq olur, çölə çıxmaq olmur. İtlər yatışır burada, bir 20-dən 15 itlər gəlir. Bir işıq olar, cəmaət gəzəndə, eləyəndə görürlər ki, yoxdur. Xahiş edirəm icra hakimiyyətimizdən, müdiriyyətimizdən, şəhərin icra hakimiyyətindən bizə bir kömək eləsin. Bu cəmaətin küçələr kimi bizim də bu küçəmiz işıqlansın, yaxşı olsun. Problemlərimiz budur ki, işığımız, asfaltımız, su palçıq düzəlsin. Kanalizasiyamız yoxdur, hara gəlir, hara edir, kürə axırı ozan da içirik. Bizim şərtimiz budur. Yalara bir əraz eləyər ki, bunlar hamısı əmələ gəlsin. Şirəl Vistara, Rəcəb qızı. Özümün 86 yaşım var. Bu üçədə yaşayıram. Gəlimiz var, qızımız var, nəvələmiz var, çölə çıxamırıq, içəri girə bilmirik, it əlindən, pişik əlindən. İşıq yoxdur, asfalt yoxdur, suyumuz yoxdur, kanalizasiya yoxdur, aptekimiz yoxdur. Bir dərman üçün biz gərək təhər gedək, dərmanla gətirək. Bir bağça yoxdur, uşaqlarımız çıxsın, bir bağça ilə məşğul olsun. Haçağızın biz belə zulümkeş yaşayacaq. Haçağızın biz zulümkeş yaşayacaq. İstəmir bir şikayətə gedək, şikayət lazım deyil, bizdə də şikayət eləmirik. Fakt gözümüzün qabağındadırlar. Şöyle burada bir sənin cebini işğılandır. Bizim yağış yağanda, qar yağanda astronomkamız yoxdur oturmağa, dayanmağa. Su oradan gedir, küz su, tərtəmiz su var, buradan gedir, asfaltdan gedir. Küçəmizdə nə işıq verirlər, nə asfalt verirlər. Heç nə eləmirlər bizim bu küçəyə. Kimə müraciət eləmişik, deyir Şirvanın balansı, bizim deyil bura. İndi Şirvan da yoxdur burada. Qurbanəli Gülmaliyev. Biz burada, neçə il deyəndə ki, hələ əvvəl gündən, burada yaşayanlar. Sudur, zinədir. Yağış yağan su hamısı bizim evin altındadır. Kanalizasiya getmir, kanalizasiya yaman gündə. Bu hələ əvvəl kanalizasiya 60 il, 70 il. Həmən kanalizasiya buradan gedir. Baba xəstəlikdir. Bax bizim bu qonşunun da evin altı, bax palçıqdır. Camaat pis gündədir, camaat pis gündədir, yaman gündədir. 60 il, 70 il. Yəni 60 ildir bura gəlmişəm, hələ bax bunu gəlib belə görmüşəm. Bura belənsə gedir. Sən gəlib yağanda, olanda gəlib baxasan bura, baba lehimə buradan. Leysan yağanda gəlin. Görüncü bu. Valla mən Şirvan şəhərinin, dedilər bura Şirvanın balasındadır. Mən getdim Şirvanın, onda deputatımız, nədir deputatın adı? Deputatı tanıyoruz ki. Deputat Avil Aşıq idi. Onun yanına getdim mən. Dedi gətim saksı tökün bura. Dedim neyəm saksını, təkər kəsməyə? Lazım deyil, gətin. Dedi gətim, heç biz kan getdi bir maşın qrabı tökdülər bura cəmi-cəmi. Deputatı mən vallahi tanımıram. Ne de deputat özün deputat kimi aparsa gələr məşğul ola varalığına. Hava yiyənlər də yığılıb ora. Neftin pulu onların canı. Yerde kalan küle dönür. Daha çağırsan biz de diyecek. İcra etmekten qabağında bizim artık vaxtımız yoxsa gidək deyənə olur.